Mind the gap. İndi dinlədiyiniz bu köhnə səs yazısı London metrosunun təkcə bir stansiyasında səsləndirilir. Həmin səs 2012-ci ildə dəyişdirilmiş və yeni bir səslə əvəzlənmişdi. İnsanların uzun illərdir öyrəşdiyi səs artıq yox idi. Elə həmin ərəfədə Margaret McCallum adlı bir qadın London metrosuna çox qəribə bir müraciət göndərdi. O, metroda səslənən əvvəlki anons səsinin bir nüsxəsini ona göndərməklərini xahiş etdi. Bu qəribə istək London metrosunun əməkdaşlarını təəccübləndirdi. Onlar qadınla əlaqə saxladılar və məsələnin səbəbini öyrəndilər. Metrodakı səs qadının illər əvvəl vəfat etmiş həyat yoldaşı Oswald Lawrence'ın səsi imiş. Xanım ona görə tez-tez metroya gəlib yoldaşının səsini dinləyirmiş. London metrosu əvvəlki səs yazısını arxivdən taparaq qadına bağışladı. Bir müddət sonra isə Northern xəttindəki Embankment stansiyasında Oswald'ın səsi yenidən səsləndirilməyə başlandı. Qadın sadəcə 3 sözdən ibarət olan səsi dinləmək üçün bir neçə qatarı buraxırmış. Əsl sevgi hekayəsi. Bir də ki, boşluğa diqqət edin və sol tərəfi keçid üçün boş saxlayın.